Bu videoda sizə e-sənəd proqramının istifadə qaydasını göstərəcəm. e-Tax saytına daxil olduqda, qaymələr bölməsinə gəldikdə, e-sənəd və toplu qaymə butonları avtomatik aktivləşəcək. Göndərilənlərə gəlirik. Hər hansı bir qaymə seçirik. E-sənədi vururuq və buradan təhvil təslim aktı, qiymət razılaşma, hesab faktura yükləyə bilərsiniz. Formalar avtomatik yüklənir və çapa tam hazır vəziyyətdə olur. Yalnız burada akt nömrəsi və digər şeyləri daxil edərək çap edə bilərsiniz. Gördüyünüz kimi tam çap formasındadır. Sonra isə buradan bank məlumatlarını daxil edə bilərsiniz. Əlavə et butonuna toxunuruq. Bankı seçirik. Bankın demək olar bütün məlumatları doldurulur. Sadəcə olaraq hesab nömrəsini və filial kodunu daxil etməklə əlavə edə bilərsiniz. Yadda saxla deyirsiniz və avtomatik həmin bank məlumatı yadda saxlanılır. Əlavə et deyərək bir neçə bank daxil edə bilərsiniz və həmçinin əgər digər şirkətə keçsəniz, sizin bu şirkətə aid olan bank məlumatlarınız digər şirkətdə görünməyəcək. Həmin şirkətdə yeni bank məlumatlarını daxil edəcəksiniz. Və bank məlumatı daxil etdikdən sonra hesab faktura vururuq. Və hesab fakturada da həmin bank məlumatları daxil ediləcək avtomatik olaraq gördüyünüz kimi. Sonra isə növbəti toplu qaymə detallı çıxarışı. Bir neçə qaymə seçirsiniz. 10, 100, fərqi yoxdur, 200. Seçdikdən sonra tez olsun deyə biz 10 seçək. Seçirik. Buradan qaymə detallı çıxarışı deyirik. Və avtomatik olaraq fayl yüklənir. Detallı çıxarışda nəyi görə bilərsiniz? Bütün qaymələrin içində olan məhsulları görəcəksiniz. Şirkət, VN, mal kodu, qaymənin növü və həmçinin mal-xidmət ayrımı da olur burada və filtr edərək onları ayıra bilərsiniz. Həmçinin qaymədə olan bütün məlumatları burada görəcəksiniz. Bundan əlavə proqramımızda toplu qaymə butonu da var. Bunun funksiyası nədir? Bura daxil olduqda sizə iki şablon verir. ƏDV ödəyicilər üçün olan və ƏDV olmayanlar. Şablonlardan birini yükləyirik. Daxil oluruq. Və burada şirkət məlumatı, adı, mal kodu və digər məlumatları daxil etdikdən sonra narıncı xanaları daxil etsəz kifayətdir. Avtomatik olaraq sistemə qaymələrin qaralama hissəsini yükləyə bilərsiniz. Burada həmçinin 100-ə qədər qaymə yükləyə bilərsiniz və yaxud da bir qaymədə məhsul sayı çox olduqda hamısını daxil edirsiniz və yadda saxla dedikdən sonra bura yerləşdirirsiniz faylı. Emal et dedikdə həmin qaymələrin hamısı qaralamalara düşəcək və təsdiq edərək göndərə bilərsiniz. Bundan əlavə proqramımızda sənəd butonunun altında ayarlar bölməsi var. Buradan qaymənin növünü dəyişə bilərsiniz. Məsələn, siz xidmət qayməsi yazmışsınızsa, xidmət qayməsi seçirsiniz və avtomatik olaraq sifarişçi və icraçı yazılır. Satış qayməsi olduqda isə məsul şəxslərə alıcı və satıcı yazılır. Bundan əlavə məsul şəxslər bölməsində daxil olaraq direktor ad soyadını yazırsınız və yaxud da digər ambardar, mühasib, əgər sənəddə kim imza çəkəcəksə həmin insanın vəzifəsini və adını yazırsınız. Yadda saxlayırsınız. Burada hansı sənədlərdə kimin adı çəkiləcəyini göstərirsiniz. Məsələn, hesab fakturada direktor imzalayacaq, amma təhvil təslim aktında ambardar imzalayacaqsa hər ikisini daxil edib xanalara işarə qoyursunuz və avtomatik olaraq sənədin çıxarışında həmin şəxsin adı çıxacaq. Bundan əlavə loqo, şirkətinizin loqosunu əlavə edərək bu hesablaşma sənədlərində hesab fakturada, təhvil təslim və qiymət razılaşmada sənədin sol üst küncündə sizin şirkətin loqosu ola bilər. Bundan əlavə olaraq da əgər hər hansı bir individuallaşdırma istəsəniz,
şirkətimizə müraciət eləyərək əlavə ödənişlə bunları təmin edə bilərik.